Salam, biz bugün 4-cü qruplar üçün DİM 20 sınaq kitabından 2-ci sınağın izahına baxırıq. Deməli, birinci sualda bizdən nə soruşulur? Amonyakın katalitik oksidləşmə zamanı, amonyakın katalitik oksidləşməsi zamanı, burada məhsul NO plus H2O, əmsallar 4, 4, 6, bu da 5, bu şəkildə əmsallaşdırırıq. Deyir, amonyakın katalitik oksidləşməsi zamanı 22,4 litr amonyak sərf olunarsa, ayrılan istiliyin miqdarını hesablayın. Deməli, əvvəlcə biz burada istilik effektini tapsaq, yəni birinci istiqamətimiz nə olsun? İstilik effektini hesablamaq. Biz də bilirik ki, Q nəyə bərabərdir? Sağ, çıx, sol şəklində yadımızda saxlayırıq. Yəni, sağ tərəfdəki əmələ gəlmə istiliklərin cəmindən sol tərəfdəki əmələ gəlmə istiliklərin cəmini çıxırıq. Və burada deməli bizə verilib NO -90-dır. 4 vurulsun -90. Suyun əmələ gəlmə istiliyi 242-dir. 6 vur müsbət 242. Amonyakın əmələ gəlmə istiliyi 46-dır. 4 vurulsun müsbət 46. Oksigenin əmələ gəlmə istiliyi 0-dır. Yəni, bəsit maddələrin əmələ gəlmə istiliyi olmur. İndi başladıq. Deməli, Q bərabərdir. Sağ tərəfdə olan istiliklər 4 vurulsun -90 plus 6 vurulsun müsbət 242. 242. Bu aldığımız cavabdan çıxacaq nəyi? 4 vurulsun 46. Müsbət olduğu üçün artıq onu elə yazmıram. Bərabərdir. Deməli, bu olacaq -360 plus 242-ni də 6-ya vuranda 1452. 1452. Deməli, bu da bərabərdir nəyə? Bu da bərabərdir sonda. Mən də kalkulyatorla hesablayıram. 908-ə bərabər olar. Onda belə baxırıq. Əgər 4 vurulsun 22,4 litr amonyakın yanmağına 908 kilojoule istilik ayrılıbsa, bəs yaxşı, gəlin görək, 1 mol, yəni 22,4 litr amonyak katalitik oksidləşdiyi zaman nə qədər istilik ayrılacaq? 908-i də 4-ə bölsək, bu da bizə 227 kilojoule. 227, o da cavab olacaq B variantı. Bu şəkildə davam edirik. İkinci suala baxırıq. İkinci sualda bizə nə deyir? Buranı silək. Deməli, qrafik verib və bizə qrafikdə belə soruşur ki, qrafikdə soruşur ki, reaksiyası tau 1 anına dək tarazlıqdadır. Hansı dəyişiklikləri aparmaq lazımdır ki, tau 2 anındakı tarazlıq yaransın? Baxıram, tau 2 anında nə tarazlıq var? NO molu azalıb, oksigenin molu azalıb, amma NO2-nin molu artıb. Deməli, tarazlıq hansı istiqamətə yönəlib? Tarazlıq yönəlib sağ tərəfə. Düzdürmü? İndi, deməli, bizə nə deyir? Yaxşı, biz neyniyək? Baxırıq variantlara. Təzyiqi artırmaq. Əvvəl ümumi sistemdəki ümumi həcmə baxırıq. Yəni 2V-dən 2V NO, bir də oksigen də 1V plus V keçib 2V-yə. Bir sözlə 3 həcmdən sistem 2 həcmə keçib. Yəni həcm azalıb. Biz təzyiqi artırsaq, tarazlıq həcmin azaldığı istiqamətə yönələcək, yəni sağ tərəfə yönələcək. Onda birinci ifadə doğrudur. 2. Temperaturu artırmaq. Artıq burada reaksiyada görürük, proses plus Q-dür. Mən də temperaturu artırsam, sözsüz ki, tarazlıq sola yönələcək. Yəni, başlanğıc maddələrə tərəf yönələcək. Bunu götürmək olmaz, minus. Sistemə NO əlavə eləmək. Bəli, biz sistemə NO əlavə eləyiriksə, deməli, başlanğıc maddələr olan tərəfdə, yəni sol tərəfdə təsiri artırmış oluruq. Tarazlıq təsirin az olduğu tərəfə yönəldiyinə görə, onda tarazlığım sağa doğru yönələcək. Düzgün cavab olacaq 1 və 3. Üçüncü tapşırığa baxırıq. Eyler-Venn. Oksigenin qatlığını artırdıqda tarazlıq sağa yönəlir.
Deməli, oksigenin oksigenin belə yazaq, variantlarımız da aşağıdan görünsün. Necə deyir? Uyğun bəndləri müəyyən edin. NO plus O2, NO2. Hər iki reaksiyaya baxdıq. Deyir, oksigen qatlığını artırdıqda tarazlıq sağa yönəlir. Bəli, hər iki tərəfdə oksigen başlanğıc maddədir və biz başlanğıc maddələr tərəfdə təsiri artırdıqda tarazlıq əks tərəfə yönələcək. Ona görə də hər iki reaksiyada tarazlıq hara yönələcək? Sağ tərəfə doğru yönələcək. Onu da biri yazırıq. Üçüncüyə, həcmi artırdıqda tarazlıq sola yönəlir. Baxıram, birinci reaksiyada 3 həcmdən proses 2 həcmə keçib. Çünki burada əmsallaşdırmalıyıq. 2, 2, düzdürmü? 3 həcmdən 2 həcmə keçib proses. Yəni bu zaman doğrudan da mən həcmi artırsam əgər, deməli təzyiq azaldı. Təzyiq azaldığı zaman tarazlıq həcmin çox olduğu tərəfə, yəni sola yönələcək. Birinci reaksiya üçün doğrudur bu ifadə. İndi ikinci reaksiya üçün baxsaq, əmsallaşdırdığımız zaman 2 atmalıyıq NO-nun qarşısına və baxıram 2 həcmdən sistem elə 2 həcmə gedir. Bu zaman yəni həcmin təsiri olmayacaq. Ona görə də 2 ifadəsi doğrudur birinci tənlik üçün. Temperaturu azaltdıqda tarazlıq sağa yer dəyişir. Temperaturu azaltsaq, birinci reaksiyada bəli biz temperaturu azaltsaq, tarazlıq sağa doğru yönələcək. Azot monoksidin qatlığını azaltdıqda tarazlıq sağa yer dəyişir. Əgər birinci reaksiyada NO-nun qatılığını azaltsam, deməli sol tərəfdə təsiri azaltmış olduğuma görə tarazlıq sola doğru, yəni təsirin az olduğu tərəfə yönələcək. Amma bizə deyir sağa yer dəyişsin. Onda deməli söhbət ikinci reaksiyadan gedir. Çünki mən NO-nun qatılığını azaltsam, ikinci reaksiyada sağ tərəfdə təsiri azaltmış olduğuma görə tarazlıq hara tərəf? Sağ tərəfə yönələcək. Ona görə də dördüncü ifadə ikinci reaksiya üçün doğrudur. Onda Eylervini gələk cavabda axtaraq yazdığımız sxemi. Bu da uyğun gəlir B variantına. Gəldik dördüncü sualımıza baxırıq. NO plus O2 reaksiyasının NO-ya görə sürəti 0,8-dir. Deməli yazırıq buradan 2 mol NO plus O2 alınır 2 NO2. Biraz yaxınlaşdıraq. NO2. Deməli şərtdə nə deyir? Reaksiyaya görə NO-ya görə reaksiyanın sürəti 0,8-dir. Həcmi 1 litr olan qabda başlanğıc sərf tarazlıq. Həcmi 1 litr olan qabda 12 mol NO və 10 mol oksigen arasında reaksiya baş verib. Bu reaksiya baş verən zaman deyir, reaksiyada neçə dəqiqədən sonra ilkin maddələrin qatlığı eyni olar. Yəni tarazlıq anını soruşur. Sərf olunan qatlıqlara baxsaq 2x, x, 2x şəklində yazsaq, yəni məhsulda ehtiyac yoxdur, amma da yazdıq. 12 minus 2x, 10 minus x tarazlıq qatlıqlarıdır. Tarazlıq qatlıqlarını bir-birinə bərabər elədiyimiz zaman 12 minus 2x bərabərdir 10 minus x. Məlumları bir tərəfə, məchulları bir tərəfə keçirsək, x-imiz bərabər oldu 2-yə. Və nə edirik? Gətirib sərf olunan miqdarlarda yerinə yazsaq, görürük ki, NO-nun sərf olunan miqdarı 4-dür, oksigenin sərf olunan miqdarı isə 2-dir. Bizə də sürəti verib, kimə görə? NO-ya görə. Belə 0,8 bərabərdir. Yəni düsturumuzda V nəyə bərabərdir? Nö bölünsün, həcm vurulsun zaman. Molumuz nə qədərdir? Tapdıq ki, 4 mol, NO-nun 4 molu sərf olunub. 4 bölünsün, həcmimiz 1-dir, amma zamanımız bilmirik. Buradan taunu tapmaq olar. Tau nəyə bərabərdir? 4 bölünsün 0,8, o da olacaq 5. Yəni 5 dəqiqə, çünki bizdə dəqiqə nə soruşur? Vahidimiz dəqiqədir. Cavabımız olacaq 5, B bəndi. 5-ci sualla davam edirik. Sabit temperaturda reaksiyanın baş verdiyi qabın həcmi 2 dəfə artırılır. Hansı ifadələr doğrudur? Deməli, reaksiyamız məlumdur. Deyir, baş verən qabın həcmini 2 dəfə artırmışıq. Əgər qabın həcmini 2 dəfə artırmışıqsa, onda nə baş verir? Biz, deməli, bizim maddələrimizin, başlanğıc maddələrimizin qatılığı 2 dəfə azalmışdır.
Aha. Və deyir, reaksiyanın nələr, hansı ifadələr doğrudur? Reaksiyanın tarazlıq sabitinin qiyməti dəyişməz. Bəli, tarazlıq sabiti sabit cəmiyyətdir. O yalnız maddələrin təbiətindən, bir də temperaturdan asılıdır. Ona görə də dəyişməz. Bəli, bir doğrudur. Reaksiyanın sürəti 8 dəfə artar. Əgər biz həcmi 2 dəfə artırmışıqsa, deməli qatılığımız 2 dəfə azalıb. Qatılığımız 2 dəfə azalıbsa, x üçün onda 2də 1-in kvadratı şəklində vurulsun, y üçün də 2də 1 şəklində yazsaq, olacaq cavab 8də 1, yəni reaksiyamızın sürəti 8 dəfə azalar. Amma burada artır yazıb, ona görə 2 yanlışdır. X2 y-in qatlığı azalacaq. Bəli. Bəli, əgər bizim belə deyim, qabımızın həcmini artırmışıqsa, onda təzyiq azalıb. Təzyiq azaldıqda həcm harda çoxdur? Məsələn, 3V-dən 2V-yə keçib sistem. Təzyiq hara yönələcək? Həcmin çox olduğu tərəfə. Çünki biz təzyiqi azaldırıq. Ona görə də doğru cavab olacaq. Yəni tarazlıq da sol tərəfə yönəlsə, təbii ki, x2 y-in qatlığı azalmış olacaq. Doğru cavab oldu 1-ci və 3-cü. Davam edirik. 6-cı sual. Maddəmiz x-dir. Yanma istiliyi, əmələ gəlmə istiliyi. Deyir ki, x-i müəyyən edin. Məsələn, kalsiumdur, karbondur. Bunların yanma istilikləri mövcuddur. NO-dur, CO-dur. Bunların əmələ gəlmə istilikləri mövcuddur. Hətta belə deyək də, plus O2 reaksiyaları da var. Ona görə yalnız oksigen, yəni oksigenin yanma reaksiyası yoxdur. O özü yanmaya kömək edən qazdır. 7-ci sualla davam edirik. Kalsium SO4. Aha, deməli kalsium sıfırdan, biraz yaxınlaşdıraq. Kalsium sıfırdan, kalsium müsbət 2-yə gəlibsə, deməli kalsium sıfırdan, kalsium müsbət 2-yə gəlib. Kükürt müsbət 6-dan, kükürt mənfi 2-yə gəlib. Müsbət 6-dan, kükürt mənfi 2-yə gəlib. 2 elektron kalsium verib. 8 elektron kükürt alıb. 2, 8, 8, 2 çarpaz yazırıq. İxtisar gedir 4, 1. 4'ü yazacağım kalsiumun qarşısına. Onda burada 4 yazırıq. 1'i yazıram HCS-in qarşısına. 5 kükürt elədi. Ona görə də 98-in qabağı, 98 deyirəm. Sulfatın qabağına 5 yazırıq. Və 10 hidrogenim oldu. Sağ tərəfdə 10 hidrogenindən ikisi hidrogen sulfidin tərkibində olduğuna görə 4 yazıram suyun qarşısına. Əmsallaşdırdıq. İndi hər ikisinə kütlə olaraq A qram verilmişdir. Emirlərini də yazsaq, 4 vur 40 kalsiuma, 5 vur, rəngi biraz daha tütləşdirək. 5 vur 98. 5 vurulsun 98 də sulfatın qramıdır. İndi bizə hər ikisinə eyni qram veriblərsə, sözsüz ki, məsələn 4 vur 40 160 eləyir, amma 5 vurulsun 98, o da 490 eləyər, səhv eləmirəmsə. 5 vurulsun 98, bəli 490. Hansında miqdar daha yüksəkdirsə, hər ikisi üçün, yəni 490 olaraq, 490 olaraq baxsaq əgər, aha, belə. İndi bizə deyir ki, kalsiumun mol miqdarını hesablayın, reaksiya üçün götürülmüş kalsiumun mol miqdarını. Yaxşı, hesablayaq. Deməli, əgər, belə deyək də, 8 elektron alanda, oksidləşdirici 8 elektron aldıqda, kimdir oksidləşdirici? Sulfat turşusu. 8 elektron aldıqda oksidləşdirici. Bu zaman nə qədər kalsium götürülmüşdür? Götürülüb 940 qram. 490 qram. Üzürlü sayın 490 qram. Əgər reaksiya üçün 16 yana sayda elektron götürülübsə, onda nə qədər kalsium götürülmüşdür? Hesablasaq 2, bu da eləyəcək 980. İndi gəlin görək 980 qram neçə mol kalsium deməkdir. Biz də bilirik, molu tapanda kütləni bölürük ümumi emirə. Emim 980 bölürük 40-a. 980-i 40-a bölmək, 98-i 4-ə bölsək 2 dəfə 8, 4 dəfə 16, 24 tam. Onda 5
mol kim olacaq? Kalsiyum. Bu şəkildə həll etmiş oluruq. Davam eləyirik. Bu artıq 7-ci sual idi. İndi gəlirik 8-ci suala. 8-ci sualın izahı ilə davam eləyirik. X və Y maddələri arasında reaksiyada təzyiq 2 dəfə artdıqda reaksiyanın sürəti 8 dəfə artır. X-in qatlığı 4 dəfə azaldıb, Y-in qatlığını 4 dəfə artırdıqda reaksiyanın sürəti 4 dəfə artır. Gəlin belə baxaq. Əvvəl mən ikinci ilə başlayacağam. X-in qatlığını 4 dəfə azaldıb. X-in qatlığını 4 dəfə azaltmaq 4-də 1 üstü X olsun. Çünki bilmirəm əmsalı neçə dəfədir. Biz X-dan Y arasında gedən reaksiyanın tənliyini tərtib etməliyik. Təbii ki, onların əmsallarını da yazmalıyıq. İndi əmsalları da biz məhz buradan tapacağıq. X-in qatlığını 4 dəfə azaldıb, Y-in qatlığını 4 dəfə artırdıqda 4 üstü Y qədər. Reaksiyanın sürəti 4 dəfə artır. Belə baxanda, məsələn, 4-də 1-i, belə deyək də, 4-də 1-i mən 4-ün kvadratına vurmuş olsam, bu zaman 4 alaram. Gəlin görək, bu vəziyyət ödənirmi? Çünki birinci şərtdə də əgər ödənirsə, deməli doğru düşünmüşük. Təzyiqi 2 dəfə artırdıqda. Təzyiqi 2 dəfə artırdıqda 2 üstü, indi biz nə dedik? X-i 1 təsəvvür elədik. Burada 1. X-i 1 təsəvvür elədik. Yaxşı, 2 üstü 1. Reaksiyanın sürəti deyir 8 dəfə artır. Təzyiq 2 dəfə artırdıqda reaksiyanın sürəti 8 dəfə artır. Y üçün də artıraq. 2 üstü 2. Bu 2 üstü 2. Bu eləcə 2 üstü 3. Bu doğrudan da 2 üstü 3, 8 deməkdir. Yəni, sürət 8 dəfə artır. Onda bizim müəyyən elədiyimiz əmsallar doğrudur. Yəni, X-imizin əmsalı 1, Y-in əmsalı isə 2 olmalıdır. X plus 2Y. Bu da Y bəndində öz əksini tapır. X plus 2Y. 9-cu sualla davam eləyirik. 9-da bizə nə deyir? Reaksiyanın azota görə sürəti, deməli N2 plus 3H2 alınır 2NH3. Azota görə sürət 0,6-dır. Həcmi də 1 litrdir qabın, V bərabərdir 1 litr. Qabda X mol azotla 12 mol hidrogen arasında reaksiya baş verir və bu reaksiyada 5 dəqiqədən sonra, yəni tau bərabərdir 5 dəqiqə. 5 dəqiqədən sonra deyir, ilkin maddələrin qatlığı eyni olarsa, deməli tarazlıq halına gələcəyik. Başlanğıc, sərf, tarazlıq yazırıq. Mən buradan ipucu məndə azotun sürəti verilib. Azotun sürəti, yəni mən azot barədə heç bir məlumatım yoxdur deyə, mən onun sərf olunan miqdarını filan necə tapacağam? Ondan ötürü mən hidrogendən istifadə edəcəm. Əgər reaksiyanın sürəti azota görə 0,6-dırsa, onda hidrogenə görə olacaq 3 dəfə ondan çox 1,8. Sürət düsturumuzda necə sürət düsturu? N bölünsün, V vurulsun, tau. Sürətimiz nə qədərdir? 1,8. Hidrogenə görə sürət 1,8. Yaxşı, sərf olunan molu nə qədərdir hidrogenin bilmirik. Həcmimiz 1 litrdir. Zamanımız 5 dəqiqədir. Onda buradan taparıq molumuz nəyə bərabərdir? 1,8-i 5-ə vursaq 9. 9 mol. Deməli, hidrogenin sərf olunan miqdarı 9 moldur. Tarazlıqda olan miqdarı nə qədərdir? 3 mol. Bizə də deyir ki, 5 dəqiqədən sonra ilkin maddələrin qatlığı eyni olarsa, onda azot da 3 imiş da. Yaxşı, azot 3-dürsə, indi sərf olunan miqdarı bilim ki, sərf olunanla tarazlıqdakını toplayım, başlanğıc molu ala bilim. Tarazlıqda olan, deməli, 3 moldur. Yaxşı, bəs sərf olunan molu nə qədərdir azotun? Sərf olunan miqdarlar həmişə reaksiyanın əmsal nisbətləri ilə eyni olmalıdır. Yəni, 1 mol azotun sərf olunması ilə, 1 mol azotla, belə deyək, 3 mol hidrogen sərf olunursa, bəs 9 mol hidrogen ilə nə qədər azot sərf olunar? A da nəyə bərabərdir? 3-ə. Deməli, 3 molda azotun sərf olunma miqdarıdır. Onda başlanğıc miqdar olacaq nə qədər? 3-ün 3-ün cəmi 6. Cavab olacaq D variantı. 10-cu suala baxırıq. 10-cu sualda bizdən nə soruşulur? Deyir, sulfat turşusu verilib. Molekulunda olan elektronların sayı A qədərdir. H2SO4. H2SO4-də elektron saylarını hesablasaq, məsələn,
hidrogen 2 plus 10-cu suala baxırıq. Sulfat turşusu verilib bizə və sulfat turşusunda elektron saylarını soruşur. Bir hidrogenin bir elektronu var. 2 hidrogen olduğuna görə 2 plus kükürddə 16. Oksigende isə 4 dəfə 8 32. Cəmi neçə elektron olar? 50. 50 elektronu var sulfatın. Deyir, rabitələrin əmələ gəlməsində iştirak edən elektronların sayı. Rabitə saylarını biz necə tapırıq? Bütün, yəni bu molekula daxil olan bütün atomlar qeyri-metal atomlarıdır. Bu zaman, yəni bütün rabitələr, polyar rabitələr olacaq. Yəni oksigenin valentini indeksinə vurduqda bizim aldığımız rəqəm bu molekuldakı rabitələrin sayını göstərir. Yəni 8 rabitəsi var. Bunu təsdiqləyə də bilərik. Quruluşunu çəkərik. Turşunun. Aha, bu şəkildə. Rabitə xətlərini sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 rabitəmiz var. Hər rabitənin əmələ gəlməsində 2 elektron istifadə olunduğuna görə, deməli 16 elektron nədə istifadə olunub? Rabitə əmələ gəlmədə istifadə olunub. Və bizə deyir, B-nin A-ya nisbətini tap. 16-nın 50-yə nisbətini tapırıq. Bu da bərabər olur 0,32. Cavab olacaq 0,32. Gəldik 11-ci suala. 11-ci sualda bizdən nə soruşulur? 11. Bizə metanın yanma reaksiyası verib, istilik effekti verib. Deməli, başlayırıq buradan. Metan plus 2O2 CO2 plus 2 su plus 880. Aha. İndi bizə deyir ki, reaksiya üçün götürülən maddələr, deməli birinci halda bir neçə hal verib. Birinci hala baxırıq. Birinci halda verilib metana da 32 qram, oksigenə də 32 qram verilib. Emirlərini yazsaq 16 və 2 dəfə deməli 32 64. Aha, miqdarlar verilib. Deyir, reaksiya zamanı maddələrdən biri tam sərf olunduqda ayrılan istiliyin miqdarı, məsələn, birinci üçün Q1-dir. Gəlin Q1-i tapaq. Necə eləyirik? Yaxşı, biz metana görə mi hesablama aparırıq, oksigenə görə mi? Gəlin əvvəlcə biz kiçik miqdarı tapaq. Yəni, hansından daha azdırsa, sərf olunan miqdarı, hansı daha azdırsa, ona əsasən hesablama aparırıq. Bunu necə müəyyən edək? Metanın verilən miqdarını bilirik ki, molu tapan zaman nö bərabərdir. Verilən miqdarı maddənin emirinə bölməliyik. 32-ni 16-ya böldükdə 2, amma 32-ni 64-ə böldükdə 0,5. Onda az miqdar oksigendir və mən hesablamamı oksigenə görə gedəcəm. 64 qramlıq oksigen sərf olunduqda 880 istilik ayrılırsa, bəs 32 qram oksigen sərf olunduqda nə qədər istilik ayrılar? Bu da olacaq 440. İkinci varianta baxırıq. Bu dəfə bizə 8 qram metan verib. Yəni CH4-ümüz bu dəfə 8 qramdır. Oksigenimiz isə nə qədərdir? 62. 64. 64 qramdır. Emirlərini də yazırıq. 16 və 2O2 idi. 64. Yenə mollarını tapsaq, 8-i 16-ya bölsək 0,5, amma 64-ə bölsək 1. Deməli, kiçik miqdar kimdir? Metan. Bu dəfə hesablamamızı metana görə gedəcəyik. 16 qram metan sərf olunanda 880 istilik ayrılırsa, 8 qram metan sərf olunanda nə qədər istilik ayrılacaq? Bu da cavab olacaq 440. Aha, üçüncü variantda. Bu dəfə metanı 48 qram, oksigenin isə 16 qram verib, deməli bu da 32 vur 2 olacaq 64, yenə 64 yazırıq 2 mol olduğuna görə, 16 da metan. Və bizə deyir, nə deyir bizə? Yenə bu dəfə Q3-ü tapmaqdan ötürü hansı miqdar daha kiçikdir onu müəyyən eləyək. 48-i 16-ya bölsək 3. 16-nı 64-ə bölsək 0,25. Bu dəfə də yəni az miqdar oksigen oldu. Onda oksigenə görə hesablamamızı gedək. 64 qram oksigen sərf olunanda 880 istilik ayrılıbsa, gəlin görək 16 qram oksigen sərf olunanda nə qədər istilik ayrılacaq. 880-i 4-ə bölsək, bu da bizə 220 verəcək.
Onda gəlin müqayisə eləyək. Biz Q1-imizi nə qədər tapmışdıq? Q1-i tapdıq 440. Q2-ni nə qədər tapdıq? 440. Q3-ü nə qədər tapdıq? 220. 220 tapdıq. İndi deyir doğru münasibətləri müəyyən eləyin. Q1 Q2-yə bərabərdir və böyükdür Q3-dən. O da olacaq A variantı. 12-ci sual. 12-ci sualda bizdən nə soruşur? Deməli, x NO3 verib. X NO3 n dəfə. Ümumi atomların sayı A qədərdir. Oksigen atomlarının sayı 0,6 A qədərdir. Aha. Deməli, baxıram ki, bütün atomların sayı A qədərdir. Bir dənə x-im var. 1 plus. Mötərizənin içində 4 atom var. Xaricində də n. 4 vurulsun. N bərabərdir A-ya. Aha, bunu müəyyən elədik. Sonra deyir, oksigen atomlarının sayı 0,6 A-dır. Neçə oksigen var burada? 3N. 3N-in bərabərdir 0,6 A-ya. Aha, yaxşı onda. Bəs gəl görək. A nə qədərdir? Yəni A bərabərdir bu düstura əsasən 0,6 A bərabərdir 3N-dirsə, A-mız nə bərabərdir? 3N bölünsün 0,6-ya. 3N-i 0,6-ya bölmək 36-ya bölmək deməkdir. Bu da eləyir 5. A bərabərdir 5N-ə. Aha, gətirək burada əvəzləsək. 1 plus 4N bərabərdir 5N-ə. Onda məlumları bir tərəfə, məchulları bir tərəfə keçirsək, mənfi N bərabərdir mənfi 1, onda N-im də bərabərdir 1-ə. N bərabərdir 1 imiş. İndi N bərabərdir 1-dirsə, gətirib yazsaq yerinə XNO3. Aha, aldıq formulumuzu XNO3. Biz də bilirik ki, bizə deyir X-in oksidaşma dərəcəsi müəyyən eləyin. NO3-ü biz tanıyırıq, nədir? HNO3 turşusudur və bu turşu qalığının valentliyi də 1-ə bərabərdir. Onda deməli X-imiz müsbət 1 oksidləşmə dərəcəsi göstərəcək. Aha, 12-ci sualda cavab oldu B variantı. 13 ilə davam eləsək. 13-cü sualda nə soruşulur? Endotermik prosesləri müəyyən edin. NO-nun parçalanması. NO-nun əmələ gəlməsi endotermik olduğu üçün parçalanması eksotermik prosesdir. Yəni endotermik deyil. Endotermik deyil. Suyun buxarlanması. Su istiliyi udmalıdır ki, qaynasın, qaynama nəticəsində buxarlanma baş versin. Ona görə bəli, bu endotermikdir. Amonyakın suda həll olması, həll olma prosesi eksotermikdir, endo deyil. Kalium atomundakı bir elektronun qoparılması. Elektron qoparılma, elektron vermə, molekul halından atom halına keçmə. Bunların hamısı istiliyin udulması nəticəsində baş verir. Yəni endotermik prosesdir. Düzgün cavab olur 2 və 4. Aha, 14-cü sualla davam eləsək. 14-cü sualımız buradadır. 14-cü sual. Aha. Amonyum ionunda NH4 müsbət. Amonyum ionunda olan elektronların ümumi sayı N-dir. Donor atomun rabitə əmələ gəlmədə iştirak edən elektronlarının sayı M-dir. Yaxşı, amonyum ionunda olan elektronların ümumi sayı azotda 7 elektron, hər hidrogen 1 elektron, 4 hidrogen olduğuna görə 4 və burada amonyum ionundakı müsbət isə mənfi 1 oksidləşmə dərəcəsi göstərir. Yəni müsbət 1 demək, hesablama zamanı elektronların sayını birini azaltmalıyıq. Onda 10 elektron olacaq. N nəyə bərabərdir? N 10-a bərabərdir. Donor atomunun rabitə əmələ gəlməsində iştirak edən elektronların sayı isə, baxaq, donor atomu H bu şəkildə yazsaq, burada rabitə əmələ gəlmədə iştirak edən elektronları saysaq, 1, 2, 3, 4 və 5. Donor atomunun istifadə elədiyi elektronlar oldu 5. İndi deyir, N-M nisbətini tap. Yəni 10 bölünsün 5, o da bərabərdir 2. Cavab olacaq C variantı. Davam edirik 15-ci sualla. Deyir, 2 litrlik qabda X və X maddəsi parçalanır. Yazırıq. Deməli, 2 litrlik qabda X maddəsi parçalanır. 2X, 2Y plus Z və bizə nə verir?
deməli V bərabərdir 2 litr. 1,2 mol aşağıdakı reaksiya üzrə parçalanır. Başlanğıc sərf tarazlıq 1,2 mol X maddəsi parçalandığı zaman deyir, qabda 0,4 mol X olarsa, yəni 0,4 mol X qalıb. Aha. Onda nə qədər sərf olunub? 0,8 sərf olunur da. Başlanğıcdan tarazlıq qatlığına çıxsaq və yaxud tarazlıq molunu çıxsaq 0,8 olar. İndi deyir, tarazlıq anında qabda 0,4 mol X olarsa reaksiyanın tarazlıq sabitini hesablayın. Tarazlıq sabitini hesablamaqdan ötürü mən burada olan, reaksiya daxil olan və reaksiyada alınan maddələrin hamısının tarazlıq qatlıqlarını bilməliyəm. Əvvəl onu tapaq. Biz bilirik ki, sərf olunan miqdarlar stoixometrik əmsallarla üst-üstə düşməlidir. Yəni 2:1 nisbətində proses baş veribsə, 0,8 mol X sərf olunanda 0,8 mol Y sərf olunmalıdır və 0,4 mol, daha doğrusu 0,8 mol Y alınmalıdır və 0,4 mol Z alınmalıdır. Aha, yəni alınan miqdarlar elə onların tarazlıqda olan miqdarlarıdır. Və biz bunları qatılığa gətirməkdən ötürü S bərabərdir, N bölünsün V düsturundan istifadə edirik. Qabımızın da həcmi 2 litrdir. Onda 0,4-ü 2-yə bölürük, 0,8-i 2-yə bölürük, 0,4-ü 2-yə bölürük. Aha, bunun cavabı 0,2, bu isə 0,4, bu da 0,2. İndi həll eləsək, KT-mizi tapsaq, KT nəyə bərabərdir? Alınan məhsulların qatılıqlarının əmsalları qüvvət şəklində yazılmaqla hasilləri bölünsün başlanğıc maddələrin qatlığına. Bir sözlə, alınan məhsulların qatlığı 0,4 Y alınıb, amma Y-in əmsalı 2-dir deyə 2-ni üzərində qüvvət kimi yazıram. 0,2 Z 0,2 bölünsün. Başlanğıc maddə nədir? X-dir. Tarazlıq qatlıq nə qədərdir? 0,4. Əmsalı da 2 olduğuna görə 0,2, yəni 0,2. Onu da 2-yə vururuq, kvadrata yüksəldirik. Bu da bərabərdir. Hesablasaq 0,16 bölünsün. 0,16 vurulsun 0,2 bölünsün 0,4. Bunlar ixtisar gedər burada 4 dəfə qalar. 4-ü 0,2-yə vursaq 0,8. Cavabımız olacaq C variantı 0,8. 16-cı sualla davam eləsək. Aha, 16-cı sualda bizə nə deyir? Sxemə uyğun reaksiyanı müəyyən edin. Mən burada nə görürəm? S A-nın yerinə keçir və A-nı kənarlaşdırır. Bir sözlə bu əvəz etmə reaksiyasıdır. Yazaq. Birinci reaksiyadan H fluor alınır, birləşmə reaksiyasıdır. İkinci reaksiyadan kalsium OH 2 dəfə alınır. Kalsium OH 2 bu birləşmə reaksiyasıdır. C variantından nə alınacaq? CO alınacaq. Bu da birləşmə reaksiyasıdır. D variantı mübadilə reaksiyasıdır. Natrium xlor plus su alınır. Və sonda Y variantı, bax bu əvəz etmə reaksiyasıdır. Sink xlor 2 plus mis alınacaq. Cavab olacaq Y variantı. Aha, davam eləyirik 17-ci sualla. 17-ci sualda nə soruşulur? Deməli, reaksiya verib. Deyir, tənlikdə oksidləşdirici ilə kalium OH-ın əmsallar cəmini hesablayın. Yaxşı. Deməli, burada manqan müsbət 7-dən manqan müsbət 4-ə gəlir. Kükürt -2-dən 0-a gəlir. Onda yazsaq belə, manqan müsbət 7-dən manqan müsbət 4-ə gəlir. Sonra kükürt -2-dən kükürt 0-a gəlir. Reaksiyanın tənliyində reduksiya edici ilə kalium OH-ın əmsallar cəmini hesablayın deyir. Gəlin baxaq. Manqan müsbət 7-dən müsbət 4-ə gələndə nə edir? 3 elektron almış olur. -2-dən 0-a gələndə isə 2 elektron verib. 3, 2, 2, 3. 2-ni yazırıq. Manqan müsbət 7-nin qarşısına, əmsalları fərqli rənglə yazaq. Aha, manqan müsbət 7-nin qarşısına yazırıq. Sonra 3-ü yazırıq. Kükürt -2 oksidləşmə dərəcəsi göstərən, yəni kalium 2-sin qarşısına yazırıq. Kükürdümüz 3 olduğu üçün bura 3 yazırıq. Manqanımız 2 olduğuna görə bura 2 yazırıq.
Aha, kaliumumuz, bunda qarşısına 2 yazırıq. Hidrogenləri saysaq, deməli, yox, kalium 6 kalium, 2 də burada. Aha, kaliumumuz 8 oldu. 8. 2 nəymiş? Aha, 8. Və hidrogenimiz 8 olduğu üçün suyun qarşısına da neçə yazırıq? Suyun qarşısına da yazırıq 4. Kalium OH-ın əmsalı neçə oldu? 8. Reduksiya edici kimdir burada? Oksidləşən, yəni kükürt -2. Onun əmsalı nədir? 3. Bu da eləyəcək 11. Cavab olacaq C variantı. 18-də hansı birləşmələrdə karbon atomunun oksidləşmə dərəcəsi silisium H4-dəki silisium atomunun oksidləşmə dərəcəsindən eynidir? Yaxşı, silisium H4-də neçədir oksidləşmə dərəcəsi? Hidrogen müsbət 1-dirsə, 18-ci sual. Silisium H4-dəki deyir, hansı birləşmədə karbon atomunun oksidləşmə dərəcəsi silisium H4-dəki silisium atomunun oksidləşmə dərəcəsindən eynidir. Silisium H4-də biz bilirik ki, hidrogen, silisiumun, borun, metalların yanında gələndə -1 oksidləşmə dərəcəsi göstərir. Onda silisium olacaq -4. Yəni mən burada hansı birləşmədə karbonun -4 olduğunu tapmalıyam. Deməli, natrium siyaniddə natrium -1, azot -3, yəni mənfi yüklərin, belə deyək, ədədi qiyməti ilə müsbət yüklərin ədədi qiyməti eyni olmalıdır, düzdürmü? Ona görə də karbon olacaq -2. Yəni burada -4 olmadı. Bir variantı getdi, bir olan cavablar getdi. C xlor 4, xlor -1, karbon -4. Aha, 2 olan cavabları götürəcəyik. Onda CH4-də hidrogen -1, karbon -4, 3-də də olmadı. 3 olan cavablar getdi. Variant artıq məlumdur. Amma gəlin CO xlor 2-nin də oksidləşmə dərəcəsini hesablayaq. Xlor -1, oksigen -2. Deməli bizim karbonumuzun kütləsi də olmalıdır. Kütləsi deyirəm. Üzürlü sayın. Oksidləşmə dərəcəsi olmalıdır -4. Yəni doğru cavab 2 və 4 cavab D variantı. 19-cu sualla davam edirik. 19-cu sualda bizə nə deyir? Manqan O2 və H xlor arasında reaksiya, bir də karbon plus H2O arasında gedən reaksiya. Deyir, bunlar üçün ümumi olan nədir? Gəlin baxaq. Manqan O2 plus H xlor. Bu bizə nə verər? Manqan xlor 2. Bir dəqiqə. Aha. Manqan xlor 2 plus xlor 2 plus H2O. Və bir də karbon plus H2O, CO plus H2. Aha, yazdıq. İndi deyir, molekul arası oksidləşmə reduksiya reaksiyasıdır. Gəlin yoxlayaq. Manqan -4 oksidləşmə dərəcəsi göstərir bu birləşmədə və məhsulda manqan -2. Sonra xlor -1, xlor 0. Oksidləşmə dərəcəsini manqan dəyişdi, bir də xlor dəyişdi. Oksidləşmə dərəcəsini dəyişən elementlər fərqli molekulların tərkibində olduğuna görə bu proses molekullar arasıdır. Bu düzdür. Gəlin digər varianta da baxaq, digər reaksiyada baxaq. Karbon 0-dan karbon -2-yə, hidrogen dəyişmir. Aha, hidrogen dəyişir. -1-dən 0-a gələcək. Kimlər dəyişdi? Karbon və hidrogen. Yenə oksidləşmə dərəcəsini dəyişən elementlər fərqli molekulların tərkibindədir. Yəni doğrudan da hər ikisi üçün molekul arasıdır. Oksidləşmə məhsulu bəsit maddədir. Deməli, birinci reaksiya üçün oksidləşmə məhsulu nədir? Xlor 2-dir. Xlor -1-dən xlor 2-yə, yəni 0-a gedib də belə deyək. Yəni artıb. Oksidləşib. Bəli, oksidləşmə məhsulu bəsit maddədir. Amma gəlin aşağıdakı reaksiyaya baxaq. Karbondur burada oksidləşən. 0-dan -2-yə gedib. Bu zaman oksidləşmə məhsulu mürəkkəb maddədir. Deməli, 2 uyğun gəlmədi şərtə. 3. Reduksiya məhsulu bəsit maddədir. Reduksiya məhsulu, yəni azalan. Baxıram ki, manqan -4-dən manqan -2-yə gedib. Bəli, reduksiya məhsulu mürəkkəb maddədir. Aha, artıq bildik bəsit maddə deyil. 3 də düz gəlmədi. Oksidləşdirici mürəkkəb maddədir. Oksidləşdirici kimdir? Reduksiya olunan, yəni oksidləşmə dərəcəsi azalan. Bəli, burada manqan O2-dir. Mürəkkəb maddədir. Digər reaksiyada da oksidləşmə dərəcəsi azalan hidrogendir. Hidrogen hansı maddənin tərkibindədir? Suyun tərkibində. Bəli, burada da oksidləşdirici maddə mürəkkəbdir. Düzgün cavab olur 1 və 4 Y variantı.
Gəldik 20-ci suala. Tarazlıqda olan hansı reaksiyada qabın həcmini azaltdıqda məhsulların mol miqdarı azalacaq? Qabın həcmini azaltdığımız zaman bilirik ki, həcm azalanda təzyiq artır. Aha, təzyiq artır. Deməli, təzyiq artan zaman bizə də necə deyir? Məhsulların mol miqdarı azalar. Yəni, tarazlığım sola qayıtsın ki, məhsullar sərf olunsun, mol miqdarları azalsın. Nə zaman təzyiqin asılılığına baxsaq tarazlıqla, nə zaman tarazlıq sola yönələr? Belə deyək, həcmi azaltdıqda təzyiq artır. Təzyiq artanda həcm az olan tərəfə gedir. Mən də istəyirəm sola gəlsin. Azım deməli solda olsun. Onda az solda olan variantı axtaraq. A bəndində təzyiq ümumiyyətlə təsir eləməyəcək, çünki həcm 2V-dən 2V-yə keçib. B bəndində 3V-dən 2V-yə gedib. Mən burada təzyiqi əgər artırsam, tarazlığım sağ tərəfə gələcək, yəni həcm az tərəfə. C variantında 2V-dən 4V-yə gəlib həcm. Bu zaman mən təzyiqi artırsam, tarazlığım həcmi azalan tərəfə, yəni başlanğıc tərəfə gedəcək. Elə cavab da bu olacaq. Digər variantlara da baxsaq, 3V-dən 2V-yə gedib həcm. Bu zaman tarazlığım da təzyiqi artırsam, həcmi az olan tərəfə yönələcək, yəni sağa doğru yönələcək. Digər variantda da 5V-dən 4V-yə keçid eləyibsə, yenə mən təzyiqi artırsam, harda həcm azdırsa, tarazlıq ora tərəf yönələcək. Ona görə də düzgün cavab C variantı. 21-ci sualda molekulunda olan rabitələrin sayı hansı halda doğrudur? Aha, birinci rabitə sayı nədir? Hibridləşmiş karbon atomu ilə hidrogen atomu arasındakı rabitə, yəni CH sayları. CH saylarını saysaq, nə qədər hidrogen atomu var, o qədər CH rabitəsi var. Deməli, 1, 2, 3, 4, 4. Aha, birinci rabitənin sayı 4-dür. İkinci, bu müstəviyə perpendikulyar olan pi rabitədir. Pi rabitə, məsələn, burada CH 3 qat bu hissəni demək istəyirəm sizə. Deməli, burada pi rabitəni P, düzdürmü? Orbitalları əmələ gətirib. Yəni, burada neçə pi rabitə var? 1, 2, bir də burada 3. 3 pi rabitəsi var. Bu rabitə də sigmadır, amma kimlər arasında olan sigma, karbonlar arasında olan sigmadır. Onu da fərqli rəylə işarə eləsək, 1, 2, 3. Bu da 3 saydadır. 4, 3, 3. Düzgün cavab C variantı. Aha. Deməli, 21-ci sualla davam, 22-ci əstağfurullah, 22-ci sualla davam edirik. 21 deyirəm, təkrar. Aha. Deyir, reaksiyanın tiplərini müəyyən edin. Gəlin, edək. Birinci reaksiyada nə olacaq? Təbii ki, mübadilədir. Kuprum OH-la birləşər. Kuprum OH-la birləşəcək. Natrium xlorla birləşəcək. Nə oldu? Dəyişmə və ya mübadilə. Deməli, birinci reaksiyanın altına gedəcək 2. Bu ya A-dadır, ya Y-dədir. Kuprum xlor plus sink əvəz etmədir. Sink xlor 2 plus kuprum alınır. Əvəz etmə, o da ikinci reaksiyanın altına 3 yazılacaq. Artıq cavab məlum oldu. P2O5 100 dərəcədə su ilə reaksiyasından H3PO4 turşusu əmələ gəldiyinə görə birinci, yəni birləşmə reaksiyası olur. 2, 3, 1. Cavab olur Y variantı. 23-cü sualda həcmi 2 litr olan qabda V bərabərdir 2 litr. Həcmi 2 litr olan qabda belə bir proses baş verir. Reaksiyanın oksigenə görə sürəti nə qədərdir? 0,15-dir. Aha. Oksigenə görə sürət 0,15-dir. Deyir, 20 saniyə ərzində reaksiya daxil olan amonyakın mol miqdarını hesablayın. Gəlin belə eləyək. Əvvəlcə tapaq görək ki, reaksiyanın sürəti oksigenə görə 0,15-dirsə, bəs amonyaka görə neçə olacaq? Aha. Deməli, 0,15-i gəlin bölək oksigenin əmsalına. Bu eləyir 0,5. Sonra aldığımız bu cavabı neyinirik? Vururuq 4-ə. Amonyaka görə sürəti tapmaqdan ötürü bu da eləyəcək 0,2. Yəni V amonyaka görə sürət nəyə bərabərdir? 0,2-yə bərabərdir.
İndi deyir ki, 20 saniyə ərzində reaksiya daxil olan amonyakın mol miqdarını hesablayın. Sürət düsturunda necə idi? Mol bölünsün, yəni həcm vurulsun zamanı idi. Məlum olanları yerinə yazırıq. Deməli, 0,2 sürətimiz 0,2-yə bərabərdir. Molumuz nə qədərdir bilmirik, elə onu soruşur bizdən. Həcmimiz 2 litrdir, zamanımız isə 20 saniyədir. Onda nü nəyə bərabərdir? 0,4 vurulsun 20, o da bərabərdir 8. 23-də düzgün cavab 8. 25. 25-də tarazlıqda olan sistemimizə reaksiyasında azotun qatılığı artırılır. Növbəti tarazlıq yaranana qədər maddələrin qatılığı necə dəyişəcək? Əgər mən hidrogenin qatılığını artırıramsa, azotun qatılığını artırıramsa, bu zaman deyir hidrogenin qatılığı azalacaq. Bəli, azalar. Niyə? Çünki reaksiyanın, başlayacaq reaksiyanın sürəti artmağa, azot sərf olunduqca özü ilə kimi də aparacaq. Kimdən bir yerdə sərf olunacaq? Hidrogenlə. Deməli, hidrogenin qatılığı azalacaq. Deyir hidrogenin qatılığı artar, biz artıq bunu dedik. Amonyakın qatılığı azalar. Xeyr, burada nə baş verəcək? Amonyak əmələ gəlməyə başlayacaq da. Bu iki maddə sərf olunduqca başlayacaq amonyak əmələ gəlməyə. Yəni amonyakın qatılığı artacaq. Düzgün cavab 1-dən 4 olacaq. 26-da temperatur əmsalı 2 olan reaksiyanın 80 dərəcədə sürəti, yəni T1-im 80 dərəcədir və T1-im də 0,2-dir. Qammamız 2-dir. Reaksiyanı hansı temperaturda aparmaq lazımdır ki, onun sürəti 3,2 olsun. Yaxşı. Deməli, düsturumuz Van 't Hoff düsturu VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Nəyi bilirik? Yerinə yazırıq. VT2-miz nə qədərdir? Deyir ki, 3,2 olsun. 3,2 bölünsün VT1-imiz nə qədərdir? VT1-imiz də 0,2 bərabərdir. Qamma üstü, yəni 2 üstü. T2 çıxılsın T1. T2-miz nə qədərdir bilmirik. Amma T1-imizin 80 olduğunu bilirik. Bölürük 10-a. Bunun cavabı olar 16. Düzdürmü? Yaxşı, gəlin belə baxaq. 2 üstü neçə olsa 16 eləyər? Təbii ki, 4 olsa. Düzdürmü? Onda bizim bu ifadəmizin cavabı əslində 4-dür. Yəni, T2 çıx 80 bölünsün 10 bərabərdir 4-ə. T2 çıx 80 bərabərdir 40-a. Onda bizim T2-miz 120 saniyə imiş. Cavab olacaq 120. Davam eləyirik 27-ci sualla. Oksidləşmə reduksiya reaksiyalarının tiplərini müəyyən edirik. Birinci, yəni A reaksiyasında mis müsbət 2-dən mis elə müsbət 2-yə gedir. Burada dəyişmə yoxdur. Azot müsbət 5-dən azot müsbət 4-ə gedir. Oksigen mənfi 2-dən oksigen 0-a gedir. Bu oksidləşmə dərəcəsini dəyişən azotla oksigendir. Bunlar da eyni bir molekulun daxilində yerləşdiyinə görə 2-yə A yazırıq. Yəni molekul daxili. Sonra molekul daxili. 2-yə A. B-dəki reaksiyaya baxırıq. Azot müsbət 4-dən azot müsbət 5-ə gedib, həmçinin müsbət 2-yə gedib. Deməli, eyni bir element bir oksidləşmə vəziyyətindən müxtəlif oksidləşmə vəziyyətlərinə keçibsə, bu nədir? Disproporsiya. Onda 3-ə B yazırıq. NO, deməli, müsbət 2-dən azot müsbət 4-ə gedib, oksigen mənfi 2-dən 0-dan mənfi 2-yə gedib. Oksidləşmə dərəcəsini azotla oksigen dəyişib. Oksidləşmə dərəcəsini dəyişən elementlər fərqli molekulların daxilində yerləşdiyinə görə bu olacaq molekul arası. Sonra D-də karbon müsbət 4-dən bir dəfə karbon müsbət 2-yə, bir dəfə də 0-dan müsbət 2-yə gedib. Yəni, fərqli oksidləşmə dərəcələrindən eyni bir oksidləşmə dərəcəsinə gedib. Düzdürmü? Buna biz nə deyirdik? Əks öz-özünə və ya kommutasiya reaksiyaları buna variant verilməyib. Gəldik Y-yə. Xlor 0-dan, xlor mənfi 1-ə. Yenə də bir dəfə 0-dan müsbət 1-ə gələcək. Yəni, eyni oksidləşmə dərəcəsindən fərqli oksidləşmə dərəcələrinə biz bu tipli reaksiyalara disproporsiya reaksiyaları deyirik. Onda cavab olacaq 1-ə C, 2-yə A, 3-ə də B, Y. Situasiya sualı ilə davam edirik. Deyir ki,
Aha, metal S-in kütləsi 9.7. Yanma istiliyi. Gəlin metal S-i yandıraq. Metal S plus O2. Aha, bu bizə nə verər? Filizlərin yanma reaksiyasıdır. Metal oksidi və SO2 verəcək. Əmsallara da baxsaq, oksigenə görə bura 2 yazsaq, burada 2 yazsaq, kükürdün də qarşısına 2 yazsaq, 6 oksigenimiz olduğunda bura 3 yazırıq. Reaksiyanın da yanma istiliyi 200-dür. Aha, tam yanması zamanı ayrılan istilik 20-dir. 9.7 qram maddənin yanması zamanı 20 istilik ayrılır. Yəni tam yanma zamanı 20 istilik ayrılır. İndi gəlin görək, bəs yaxşı, bu elə bil ki, bizə 9.7 qram maddənin yanması zamanı deyir, tam yanma zamanı ayrılan istilik. Yəni həmən reaksiyanın istilik effektini verir, düzdür? Aha. Burada isə deyir yanma istiliyi. Yanma istiliyi dediyi zaman sadəcə metal S-in 1 molunun yanmasının istiliyi nəzərdə tutulur. Amma reaksiyanın istiliyi effekti, mən də görürəm ki, burada 2 mol maddə yanıbsa, reaksiyanın istiliyi effekti burada plus 400 olmalıdır. Onda gəlin görək, 400 istilik ayrılanda nə qədər metal S yanıbmış. X da bərabərdir nəyə? 9.7-ni vururuq 400-ə, bölürük 20-yə. Burada 2 dəfə, 20 dəfə, 0-la vergül getdi, 97 vur 2 qaldı, o da olacaq 194. Amma bizdən nə istəyir? Bizdən metal atomda neytronların sayı protonların sayından 5 vahid çoxdur. Biz bu maddənin emerini tapmalıyıq, düzdürmü? Və biz 2 mol maddəni yandırdığımıza görə, yəni 194-ü də 2-yə bölsək, deməli bu maddənin emeri neçəymiş? 97 imiş. 97-dən də 32 çıxsaq, kükürdün kütləsinə çıxsaq, 5, 65. Deməli, bu metalın emeri 65-dir. Mən əslində bunun kim olduğunu artıq başa düşdüm, amma gəlin görək şərtdə nədir? Deyir, neytronların sayı protonların sayından, yəni metaldır. Tutalım ki, bunun protonu A qədərdirsə, neytronu protonundan 5 vahid çoxdur, A plus 5-dir. Əgər kütləsi də 65-dirsə, onu da belə hesablayaq. A plus 5 bərabərdir 65-ə. 2A bərabərdir 65-ə. A bərabərdir 30-a. Aha, bu sink elementidir. 30-cu, yəni proton sayımız, biraz səliqəli yazaq, proton sayımız 30. Nə soruşur bizdən? Artıq biz müəyyən elədik ki, kimdir bu? Deyir, metalın nisbi atom kütləsini müəyyən elədik, 30 və yanma reaksiyasının termokimyəvi tənliyini yazın. Artıq bunu yuxarıda yazmışıq. Sonra 28-də metal atomunun qısa elektron formulunu deməli biz bilirik ki, bu D elementidir. Mən hər zaman deyirəm 4s2-yə çatana qədər bizim 20 elektronumuz tam paylanmış olur. Çatdıq, 4s2-ni tamamladıq, payladıq, oldu 20 elektronu paylamış olduq. 30-dan 20-sini paylamışıqsa 10 qalıb, o da 3d10. Deməli 3d10, 4s2 elektron formuludur. Dövrü sistemdə mövqeyi 4-cü dövr. Aha, 4-cü dövr. Üzərlərini də, yəni üstlərini toplasaq belə deyək. 12, biz də bilirik ki, 12-dirsə, ikinci qrupun A-sıdır demək. Deməli, 4-cü dövr, ikinci qrupun əlavə yarım qrup B-si. Metal sulfidin yanması zamanı, mən deyəsən danışanda A dedim, mexaniki şəkildə ola bilsin A demişəm. Yəni, təbii ki, 12-dirsə, dedik ki, 12 deyəndə, yəni 11-12 birinci, ikinci qrupların B-sinə təsadüf eləyir. 30-da metal sulfidin yanması zamanı, metal sulfidin yanması zamanı 4,48 litr qaz əmələ gəldikdə reaksiyanı təkrar yazaq. Metal sulfidi yandırmışdıq bayaq, 3O2, 2 metal O plus 2 sinklə yazaq, nəysə da yazdım. SO2 deyir, metal sulfidin yanması zamanı 4,48 litr qaz əmələ gəldikdə ayrılan istiliyin miqdarını və alınan bərk maddənin miqdarını molundan hesablayan. Deməli, 44,8 litr qaz əmələ gəldikdə ayrılan istiliyi bayaq tapmışdıq, hesaplamışdıq, Q'si 400 idi. Yaxşı, bu zaman neçədir? Burada isə deməli, nə olacaq? X bərabərdir, bu 0,1, yəni 40.
X bərabərdir 40. Aha, bunu tapdıq. İstiliyi 40 olacaq. Deyir, alınan bərk maddənin molla miqdarını hesablayın. Biz görürük ki, 400 istilik ayrılanda 2 mol maddə sərf olunubsa, məsələn 40 istilik ayrılanda bir A qədər maddə sərf olunmuş olsun. Mol olaraq hesablayırıq. Onda A da nəyə bərabərdir? 2-ni vururuq 40-a 80, bölürük 400-ə. O da eləyəcək 0,2 mol. Bizdən soruşulan tapdıq 0,2 mol. Birinci də istiliyin miqdarı nə tapmışdıq? 40 kilojoule tapmışdıq. Bu da oldu ikinci sınağın izahı.